Kızlar, bugün sizlərə yayın ən sevilən həmin o limonad tərifini paylaşacağım. Limonata fərqi yoxdur. Hansı ki siz bunu içəndən sonra bir də gedib heç harda limonad içməyəcəksiniz. Bizim evdəkilər bu limonadı o qədər çox bəyənirlər ki, gündə neçə litr də hazırlasam, həmən günü bitir. Onu qeyd eləmək istəyirəm ki, özümdən icad eləməmişəm. Türklərin ən məşhur ustası, şef aşbazı Oktay ustadan öyrənmişəm. Onun təriflərini həqiqətən çox bəyənirəm. Hamısını da bir-bir yoxluyuram. Qızlar, mən normalda 1 litr suya, yəni 3 ədəd limondan istifadə edirəm. 4 ədəd limondan istifadə edirəmsə, artıq 1 litrdən biraz artıq su əlavə edirəm. 5 ədəd limondan istifadə edirəmsə, artıq 2 litrə yaxın su əlavə edirəm. Qızlar, o hissəsini çəkməmişəm, video daha da uzun olmasın deyə, amma gərək çəkəydim. Deməli, limonları qəşəng yuyuram. Ən birinci qabağını tiyorkadan tiyorkadan keçirdirəm. Daha sonra limonları doğrayıram, içinə əlavə edirəm. Üzərinə dediyim kimi stəkana 1 litrə 1 stəkan pesoq şəkər tozu, 2 litrə artıq 2 stəkan şəkər tozu əlavə eləyirəm. Yaxşıca əlimlə yoğururam ki, o limonun qabığının aroması şəkər tozuna çıxsın. Qəşəng bir 10-15 dəqiqədə kənarda saxlayıram, şərbət halına gəlir. Daha sonra üzərinə 1 litr və yaxud da 2 litr artıq içərisinə əlavə etdiyim limon sayına görə hesablayıram. Suya əlavə edirəm. Bu cür yaxşı qarışdırıram ki, şəkər tozu və limonun o qabığının dənəcikləri yaxşıca qarışsın suyla. Sonra gördüyünüz kimi bir süzgəcdə bu cür süzürəm. Qəşəng. Görürsüz, rəngi necə gözəldir, sarı rəngdədir. Hələ siz əgər biraz kənarda bir 10 dəqiqə, 15 dəqiqə yarım saat saxlasanız daha gözəl rəng əldə edəcəksiniz. Sapsarı bir rəng alınacaq. Yenə qəşəng çırpıram, qarışdırıram ki, soyuq su olduğu üçün şəkər tozu içində tam əriməyə bilər. Qarışdırıram ki, şəkər tozu suyla tamamilə qarışsın. Sonra belə qrafinin içərisinə əlavə eləyirəm. Yəni biz bunu çox bəyənirik. Uşaqlar da bəyənəcək, böyüklər də bəyənəcək və soyuducuda da qalır buz kimi. Bütün yeməklərin yanında çox əla gedir də qızlar. Biraz da içərisinə buz parçaları əlavə eləyirəm. Budur, mənim limonadım hazırdır. Bu yay ancaq bunu hazırlayacağım. Bizim ən favori içkilərimizdən biridir. Siz də hazırlayın, nuş eləyin, mənə də təşəkkür eləyin. Hər birinizi öpürəm. Daha faydalı postlarda görüşənə qədər bundan sonraki postlarda yenə sizlərlə burada paylaşacağım. Hələlik.